Necə görsənəcək, mənim üçün də çox maraqlıdır. Bizim dediklərimiz öz fikrini bildirmək üçün burada bizim masanın arxasına qonağımızı dəvət edirik. Bizim dəyərli ekspertimiz Turan Uğur, yazıcı, ədəbiyyat fədaisi, mən belə deyirəm, ədəbi jurnalist. Xoş gəlmişsiniz Turan müəllim. Bayaqdan oturub dinləyirsiniz bizi. Darıxdırıcı olmadı sizin üçün? Əsla, xüsusilə Dədə Qorqud eposunun, Oğuznamələrimizin gündəmə gəlməsi olduqca qürur vericidir. Həm də bu Təbrizdə və iki qat bizim üçün fərəhdir. Sizin fikirlərinizdən biri məni çox tutdu. Həqiqətən də fikirləşirəm ki, bu verilişə möhür vuracaq bir fikir idi ki, Azərbaycanda, yəni bizim müstəqil respublikamızda o teatr ənənələri bir qədər Sovet dönəmində o konjunkturaya məruz qaldı. Öz ənənəvi, gələnəksəl bizim o türk Oğuz demək gələnəyindən, ənənəsindən gələn istiqamət saptırıldı. Rus, Avropa, Yunan qəlibi fakturası içərisində qəribə bir teatr məktəbi yaranmışdı. Halbuki bizim meydan tamaşalarımız var idi, bizim şəbih tamaşalarımız var idi, bizim qaravəllilərimiz var idi, bizim mərasim tamaşalarımız var idi ki, Novruz bayramı ərəfəsində Novruz, Xanxan və s. kimi tamaşalar var idi. Və bunlar kənarda qaldı, birdən o halqa qırıldı, o zəncir qırıldı və bizim üzərimizə böyük bir yük düşüb ki, biz qaydaq o halqanı yerindən təzədən o düzəldək, zənciri öz yerinə qoyaq. Çünki diaxron münasibət itib. Necə ki, dilçilikdə sinxron, diaxron münasibət var. Bax, bu tayda o itib. Çox yaxşı ki, Təbrizdə onu saxlayıblar. Çünki teatr təkcə izləyici ilə təmasa girmək, ünsiyyətə girmək deyil, həm də tarixlə təmasa girməkdir, keçmişlə, mifoloji sənin ənənlərlə təmasa girməkdir. Bu mənada çox önəmli bir hadisədir. Təbrizlərin təbricə desək, Dəli Dümrül tamaşasının səhnəyə gəlməsi. Bizim Dədə Qorqudda 5-ci boydur. Vaxtilə yazıblar, akademik Tofiq Hacıyev yazmışdı, Mirəli Seyidovun bir sıra yazıları var idi. Çox dərin belə bir fəlsəfi mənaları var. Qatları açmışdılar onlar. Burada İslam və Türk demək təfəkkürü, düşüncə tərzi qəribə şəkildə çulğalaşır. Orada Dəli Domrul və ya Dəli Dümrül Türk düşüncəsinin, Oğuz epik gələnəyinin bir elementi, bir hadisəsi kimi üzə çıxırsa, Əzrail obrazı orada İslam ənənəsindən gələn bir obrazdır, İslam modelindən çıxıb və bunların qəribə şəkildə sonda bağlanması, bir vəhdətə gəlməsi, siz bilirsiniz ki, sonda Allah Teala'ya olan Dəli Domrulun bir iltiması var, ucalardan ucasan, kimsə bilməz necəsən. Bax, bu mətləli iltimas, bu rica onlara 140 il ömür bağışladır ki, burada bir İslamla Türk düşüncəsi birləşir. Hər nə səbəbdən olursa olsun, bugün çox sevindirici haldır ki, onlar qoruya bilirlər özlərini. Çünki doğrudan da zamanın təsiri çox amansızdır. Bu tayda biz də bunu öz üzərimizdə hiss eləyirik. Bəzən baxırsan ki, çox sürətlə sənin həyatından bəzi ifadələr hətta itməyə başlayır, sözlər itməyə başlayır, başqalarıyla əvəzlənir. Amma bütün hallarda xalqın öz ənənələrini, istər dildə, istər ədəbiyyatda, istənilən sahədə qoruması çox belə, necə deyirlər, ümid vericidir. Təbriz paytaxt olan şəhərlərdə dramatik sənət olur, təkcə şeir deyil. Bəli, böyük paytaxtlar mütləq teatr sənətinin özəyini və yaxud modelini özündə yetişdirir. Şəhər özü teatrdır. Böyük götürsə, şəhər özü bir teatrdır. O cümlədən Təbriz yaxşı ki, bunu sənət əsərinə çevirə bildilər. Eyni halda Qulam Hüseyn Saadinin o təcrübəsi dünya dramaturqları tərəfindən təsdiqlənib, öz işini gördü. Çox qəribədir ki, bədii kitablarımızda o bədiyyat bizim gözümüzə təpdiyimiz, məsələn, İsmail Şıxlının Dəli Külü idi, İslam Muğamlarının o povestləri idi, Yanar ürəyi idi. Və o cür əsərlərin yerin publisistik əsərlər, məsələn, bədii kitab adı ilə çap olun, mən oxuyuram onları, sənətimiz budur, biz çevik olmaq üçün, gündəmi izləmək üçün oxuyuruq. Məsələn, görürsən ki, publisistika ilə bədiyyat arasında bütün sərhədlər aradan qalxıb. Yəni, bədii kitab adı ilə satılıb, ancaq görürsən ki, bir notasiya oxunub. Ən yaxşı halda belletristika. Belletristika, bəli. Bu cürü, ona görə, ancaq istənilən halda, yəni,
Yaxşı, belə elmi Kitab kitablara bəs olmalıdır. necədir münasibət? Elmi kitablar Elmi mütləq populyar, belə oxunmalıdır. deyək də, elmi populyar kitablar. Mən oxuyuram, özümdə onun tərəfdarıyam ki, bu tirajlansın və yenidən mən gördüm Mirəli Seyidovun məsələn kitabları latınca mən gördüm ki, o kirilcə vaxtı ilə çap olunmuş əsərlərimiz var. Salman Mümtazın məsələn gözəl çəkləri var. Əlifbanın dəyişməsindən bu əsərlər Bəli. yeni nəsil üçün xüsusilə də biraz əlçatmaz oldu, amma biz bunları oxumuşuq, bunların üzərində formalaşmışıq. Könül istərdi ki, yeni bir dövrə keçidə də imkan verilsin. Məsələn, Oja Süleymanovun Az İya əsərini mən gördüm ki, çap ediblər. Biz vaxtilə Natiq Səfərovun tərcüməsində oxumuşduq, rus dilində də oxumuşduq. Amma indi latınca, latın qrafikası ilə çap olundu. 5 kitabı. Ondan sonra Fenomen, Türklər tarixdən əvvəl. Yəni elmi əsərlərdir. Bunlar oxunmalıdır. Türk dünyası bunları oxumalıdır, tanımalıdır. İndi əksinə proses gedir. Həmin yaxşı kitablar gedir Bukinistə, qəpik quruşa satılır, təhvil verilir. Əvəzində nə qədər pul xərclənir makulatura mahiyyətli kitabların çapına. Baxırsan kitab rəflərində, yəni beşi birinə dəyməyən o qədər kitablar var ki. Yazıcının satıcıya çevrilməsi, bəli, nəşriyyatlar bəlkə də istəyirlər. Bəlkə də sərgi Yox, yəni belə şou təşkilatçı. üçün çox pis deyil əslində. Yazıcı gəlir, satıcı kimi artıq yəni ki. Yox, mən qəbul etmirəm. Yəni qəbul etməkdən getmir söhbəti. Şou düzəltməkdən gedir söhbət. Yəni şou nöqteyi nəzərindən bəlkə də bu maraqlıdır, diqqəti cəlb eləyir. Amma diqqəti bu şəkildə yaradıcılığa cəlb eləmək özü artıq sənin yaradıcılığın keyfiyyətindən xəbər verir. Hər halda yəni biz bu gün kitabçılığın, kitabın kifayət qədər yəni acınacaqlı bir vəziyyətdə olduğunu müşahidə edirik. Mənə elə gəlir ki, İlhami xanım biraz da yanaşma fərqli olmalıdır. Məsələn, bizim xaricdən, İsveçrədən qohumlarımız gəlmişdi. Onlar kitabları mən gördüm ki, oxuyurlar, hərəsi ayrı-ayrı bir roman oxuyub, bir-birinə danışırlar, bir-birinə nağıllayırlar bizim o keçmişdə nələr demiş. Bəlkə də biz bu formada mütaliəni artırmalıyıq. Çünki indi hamı qaça-qaçda, qovğa-qovda, vaxt da yoxdur. Turan müəllim, siz indi özünüz televiziyada işləyirsiniz də. Yadınıza gəlir də, radioda nə qədər bizim radio tamaşalarımız olurdu. Onları şəxsən mən Remarkı radio tamaşadan tanımışam. Sonra da o mənim diplom işimin əsası oldu da. Yəni Zəfər Tağı romanı əsasında mən diplom işi yazdım və bu gün də Remark mənim ən çox sevdiyim bir müəllifdir. Siz təsəvvür eləyin, bir radio tamaşa mənə necə təsir eləmişdi. Açıq onu Azərbaycan radiosundan yox, Türk radiosundan dinləmişdim. Türkçə dinləmişdim. Amma buna baxmayaraq bu mənə çox ciddi təsir bağışlamışdı və Azərbaycan radiosunda da çox belə gözəl radio tamaşalar var idi, xatırlayıram mən onu. Bir də Nəsimi festivalından danışdıq biz. Bəli, onunla bağlı qeydləriniz var idi. Bəli, var idi. Sevindirici bir məqamdır ki, bugün Nəsiminin adı bizim üçün ən azı hər gün çəkilən müqtədir sənətkarımız kimi etalon olan, abidələşən bir ismə çevrilib. 20-ci əsrin əvvəllərində 2-3 bəlkə də 4 barmaqla sayılacaq qədər insanlar Nəsimini tanıyırdı. Salman Mümtazın qeydləri var, o haqda yazıb. Hətta çox adam bilmirdi ki, Azərbaycan türküdür. Diskussiyalar çox olub, onun Şamaxıda doğulması, Adam Təbrizdə Azərbaycan dilində doğulması. yazıbdı, necə bilmirəm? Bəli, tanımırdılar insanlarımız. Bəziləri onu Təbrizin şairi hesab edirdi. Amma son qənaət kimi təbii ki, Şamaxı versiyası qalib gəldi. Ancaq bugün fərəhlidir ki, üstündən 100 il keçib və o 100 ildən sonra Nəsimiyə bu qədər ehtiyac var. Və bütün bu söhbətlərin sonucunda mən sizin fikrinizi eşitmək istəyərdim. Doğrudanmı sənət əsəri yaranır, onu yaradırlar və bunu mütləqdir ki, davamında bunu təqdim edən olsun. Təqdim edilmədikdə artıq o unudula da bilər, ümumiyyətlə necə itə də bilər. Yəni arxivin hansısa bir tozlu rəfində də qala bilər, tozlana bilər. Yəni mübahisəyə açıq fikirdir. Məşhur Umberto Eco'dan bir dəfə soruşmuşdular ki, bəs gələcəkdə hard disklər olacaq, ancaq CD-lər filan sizin bu kitabların nə önəmi var? O demişdi ki, o CD-lər, hard disklər, rəqəmsal nələr inkişaflar hamısı bir gün yox ola bilər. Ancaq mənim kiminsə, hansısa Argentinalının və yaxud da İtaliyanın evinin zirzəmisində bir nüsxəsi də olsa kitablarından tapılacaq. Amma bir gerçək var ki, insan yəni kitabı oxumaqla, kitabda insan oxuyur. Onu
özünə tanıdır. Ona görə bu həqiqət dəyişməzdir. Qalan şeylər məncə təfərrüatdır. Çox sağ olun. Sağ Təşəkkür olun. edirəm gəldiyiniz üçün.